Uşaqlar, ikinci gündəliyimizi baxırsınız. Bugünün ilk challenge'ı. Hamı eyni anda topu barmaqda fırladı və ən uzun ilk 4 nəfər barmaqda fırladan keçir növbəti raunda. Uşaqlar 1, 2, 3. Bir, iki, üç. Yaşa. Rauf keçdi. Sen yox, sen uttun da ilk 4 nəfərdənsən. Getdi. Birinci qalib seçildi. Sen de sıfırlatdın. Onda 2. Yenidən başlayırıq. 1, 2, 3. Mən baxıram. Heç atmadı. Arif keçdi. Bir də Rafik keçdi. Rusik 2 parmağında fırladı. İlk 4 nəfər keçdi növbəti raunda. Niyə? Şahmatdakı ata oxşuyur. Amma fillə oxşamır. Özüm gülmək gəldi. Çox güman ki, fil yorulmuş fildir ona görə. Bəkirov Ümid. Bloger kimi bloger fəaliyyəti göstərirəm. Aktyoram, idmançıyam. Yəni kütlədə həm idmançı kimi, həm aktyor kimi, həm bloger kimi tanınıram. Nəticələr verə biləcəmmi, verə bilməyəcəmmi öz üzərimdə daha da işləyib, daha da uğurlar qazanmaq istəyirəm. Sizcə top sizi dinləyir, yoxsa siz topu? Suallar inan ki cavab vermir. Gəl topu, get oyunu oynama. Alo, bəli. Mən Rətin Cəfərov, videobloger. Üzr istəyirəm. Belə də videolar çəkirəm, əylənirəm, sevinirəm. Həyat gözəldir. Niyə şahmatdakı ata oxşuyur, amma fil-filə oxşamır? Maraqlı sualdır. Bir fikrə. Da 1, 2, 3. Burada sayla deyil, amma mən sayıram. Nə oldu? Nə oldu? Nəsə düyündə heç olmasın. Nə bilim. Salam, mənim adım Kəmaləddin Hacıyevdir. Ruslan dostumuz məni çağırıb media liqasına iştirak eləməyə. Mən də qoşulmuşam. Nə qədər yaxşı qardaşlarla tanış olmuşam. Çoxsunu tanıyırdım, bəziləri tanımırdım. Çox mehriban bir qruplaşmadır. Bəyənirəm, sevinirəm, gəlirəm, iştirak edirəm. Biz növbəti challenge-a start veririk. Hamı bir kağızları əlimdən dartır. Kağızda yazılan topuyla başlayır oynamağa. İlk 2 nəfər topları səbətə salan keçir növbəti raunda. Getdi. Yo, baxmaq olmaz. Yaxşı tuturam ki. Ver baxın. Voleybol topuyla Rauf başlayır. Rauf keçdi növbəti raunda. Mən Həsən Əliyev Rauf. Mediada gördüyüm işlər özüm əslində personal trainer, fitness trainer olaraq fəaliyyət göstərirəm. Eyni zamanda da sosial mediada fitness influencer kimi fəaliyyət göstərirəm.
Ping pong topu. Gitti. Burada voleybol topu. Pistol, futbol topu. Mən Hüseynov Emin, video blogerəm və gülməli kontentlər çəkirəm. Qapılar bağlanır. Növbəti stansiya Elmlər Akademiyası. The doors are closing. The next station is Elmlər Akademiyası. Mən daha çox parodiya tipli videolar çəkirəm. Instagram və TikTok kimi platformalarda videolarımı paylaşıram və toplamda 150 minə yaxın izləyicim var. Hələ də insanları güldürə bildiyim üçün çox xoşbəxtəm. Bura gəlməyin məqsədi mənim üçün bir şans idi bu. Mən uşaqlıqda basketbolla məşğul olmuşam və ən sevdiyim idman basketboldur və düşündüm ki, yenidən basketbol oynamaq üçün bir şans var və mən də orada olmalıyam. Papa. Doşo. A few moments later. Basketbol topu. Aktyor, Jorj Qafarov. Mənim 30 yaşım var. Yorulduq. Film, serial, öz sənətimlə məşğulam. Media basketbolda biz çalışacağıq, yaxşı bir nümunə olaq. O basketbolçu 20 saniye ərzində getdi və Michael Jordan, Shaquille O'Neal, başqalarını tanımıram. Shakira, Rihanna, Beyoncé, getdi, Beckham, Beckham, Ronaldo, Ronaldinho. Laf mənə olar yəni. Arif Rəhimov. Bloqum var, gülməli videolar çəkirik. Qardaş, salam əleykum. Bu samakatı hardan almısınız? Neçə vaxt axtarırıq, tapa bilmirik. Ümumiyyətlə challenge-ları xoşlayıram. Maraqlı idman sahələrində olan xüsusən, çünki uşaqlıqdan da idmanla məşğul oluram. Və burada da eşidəndə ki, media tərəfindən belə bir basketbol turniri keçirilir. Təbii ki, çox böyük həvəslə gəldim və əsas məqsədimiz çempion olmaqdır. 10 basketbolçu adı deməliyəm. Deməli, onların 3-ünü 100% deyə bilərəm. Biri ən sevdiyim Jordan'dır, ikinci Rodman'dır, 91 nömrə. Nəsimisiz? Əslində Nəsimə aşıqıyam, amma əsl adım Şəhriyardır. Qısa olaraq Şaxı da deyirlər, yəni Şaxı deyə bilərsiniz. Hə, 3-cü basketbolcu Shaquille O'Neal. Shaquille. Wow, bu nədir? Bunu çək zəhmət olmasa. Bu 6-cı sinif. Bu 6-cı sinif Azərbaycan tarixi. LeBron James. Var. Bizdə var o, var. Хорошо, bukva P. Pepe. 10 dənə basketbolçunu 20 saniyələ zəhmət olmasa deyin. Vaxt getdi 1, LeBron 2, James. 3, 4, Sol tez verdiyinizə görə çaşdım. 6, İbrahim Kutlay. 7, 8 tam onda 5, 16. Su içəsələ bir. Roş Life. Sosial mediada artıq YouTube-da 1 milyon abunəyə gəlib çatmışam. Təbrik eləyə bilərsiniz məni. Bundan da əlavə TikTokda yarım milyon abunəyə gəlib çatmışam. Buna görə təbrik eləyə bilərsiniz. Bu axşam burada yəni bizlidir də, qlobaldır, yerli auditoriyadır, bizlidir yəni.
Свалит Гая. Всем хай, всем привет, меня зовут Эмин Исрафилов, мне 27 лет. Проходим дальше. Наш следующий экспонат грустит из-за того, что ей ничего не подарили. Ты эталон, скажите, пожалуйста. Ну, конечно, не то, что эталон, дорогая. Я пришел на Media Basket As, очень крутой уровень, ребята молодцы, Руслан красава. Я очень сильно хочу, чтобы у них все получилось, я верю в этот успех. Это круто, развивать спорт именно вот в этой сфере, мне кажется, баскетбол вообще отдельный крутой вид спорта. Развивать тем более в Азербайджане, это очень круто, так что респект. Мне уже все нравится. Удачи вам. Yaxşı. 10 məşhur basketbolçu, zəhmət olmasa deyin. Michael Jordan. 20 saniyədir ha sizdə, sayıram. 1, Ruslan kömək elə də 3, 10 dənə məşhur basketbolçu. 6, 7, bu hər dəfə John gəlir. Jones, Habib Nurmagomedov, Aha. İslam Makhachev. Майкл Джордан, Ага, туда. Леброн Джеймс. И все. Меня зовут Малик Салахов. Я вот залетел в медиалигу, очень рад тут находиться. Bugünkü dinləmə Media Basketdən getdi. Kral, dediyimi təkrarla. Seni gidi fındık kıran. Seni gidi fındık kıran. Я вообще относительно недавно начал снимать вайны на своей странице в Инстаграме. Кстати, подписывайтесь, Малик Салахов. Очень интересные видосы, забавные. Также тренды иногда снимаю. Ну, то есть, я думаю, вам понравится. Biz isə finaldayıq. Bu topları birinci kim stəkana salır, qaçır cərimə meydançasına. Cərimə meydançasına topu səbətə salırsa, qalib o olur. Başladıq. Yaşa. Это очень смешно. Düştü. İçeriden düştü. Hala da. Rav давай. George давай, George. George Salem. George Salem. Yaşa, gitti George, gitti. Bravo. Yaşa. Papa, gel. Galip geldi. Rauf. Rauf. Təbrik edirik Raufu. Rauf udub bu yarışı. Bu yarışı. Dostlar, Instagram və YouTube kanalımıza abunə olmaq unutmayın. Like qoyun və komment yazın. Ən kreativ kommentə xüsusi məndən olaraq hədiyyə qazanacaq. İzlədiyiniz üçün təşəkkürlər.